Deməli, üçüncü bilet Railway datasetidir. Yəni bunu da son dərs baxdıq e, dərsdə. Burada data haqqında qısa bir məlumat var. Datadakı məlumatlar, sütunlar haqqında. Buradan da başlayıb deməli e, suallar. Birinci datanı yükləyək. Railway dataseti deməli. Birinci sual. Adını dəyişək. Deməli, sual 1 edirik. Gələk suala, sual nədir? Biletləri səyahət tarixindən neçə gün öncə alındığına görə qruplaşdır. Deməli, səyahət tarixindən biletlər neçə gün öncə alınıb. Buna görə qruplaşdıracağıq. Birinci baxa görək. Datalar, yəni sütunlar öz formatına uyğundur ya yox. Date formatıdır, time formatı normal. Demək olar hamısı uyğun formatdadır. Deməli, biletlər səyahət tarixindən neçə gün öncə alınıb. Date of purchase var, biletin alındığı tarix. Bir də burada başqa bir tarix var idi. Date of journey, səyahətin tarixi. Yəni, qatarın yola düşdüyü tarix. Bu iki sütun əsasında yeni bir sütun yaradaq deməli. Bunun üçün gəlirik add column-a, custom column-u seçirik. Buradan səyahət tarixini seçirik. Deməli, date of journey və bundan çıxırıq date of purchase, yəni biletin alınma tarixini. Bunun adını istədiyimiz kimi dəyişə bilərik. Deməli, ticket purchase days ya istənilən bir ad qoya bilərsiniz. Fərqi yoxdur. Yeni aldığım sütun deməli bu cür oldu. Data type any, bunu çevirək whole number-a. Sıfır və 28 gün. Eyni gün alınan bilet də var, 28 gün alınan. İndi buna görə bir qruplaşdırma yaradaq. Qruplaşdırın. Birinci həmin sütunu yaratdıq, sonra qruplaşdırma yaradaq. Deməli, gəlirik add column-a, yəni conditional column seçirik.
Əgər sıfıra bərabərdirsə, eyni gün alınıb. Bərabərdirsə 1-ə alınıb, deməli, bir gün əvvəl. 7 günə kimi bir seçək. Western Recall. 2-7 gün arası olacaq. Bir həftə. Artıq 7 gündən çox. Bir həftədən daha çox. O da edir ən çox 28 olduğuna görə 2 həftədir, belə deyək. Heç bir error yoxdur. Gələk indi suala. Bunu qruplaşdırdıq, deməli. Həmin qruplar üzrə bilet sayı və şirkətin ümumi gəlirini göstərin. Qeyri-adi trendləri qeyd edin. Biletlərin ortalama olaraq səyahətdən neçə gün öncə alındığını əks etdirən vizual qurun. Bu iki hissə olacaq, deməli, Power BI-də. Bunu Power Query-də qurduq, sütun yaratmaqla. Bu iki hissə olur, deməli, Power BI-də. Ona görə Home tab-ə gəlib datanı yükləyirik BI-yə. Yenə suala baxaq. Həmin qruplar üzrə bilet sayı və şirkətin ümumi gəlirini göstərin. Qruplar deməli harda idi? Ticket Purchase Date Group. Buradadır. Bunlara görə birinci bilet sayını göstərək. Transaction ID var. ID ilə seçək. Count seçək burada. Burada bunu çevirib başqa vizualda yaratmaq olar. Bu daha düzdür. Filtri hələlik bağlayaq. Deməli, eyni gün, bir gün əvvəl, bir həftə əvvəl və bir həftədən daha çox əvvəl alınan biletlər. 44%, 44,5% eyni gün alınıb. 43,4% bir gün əvvəl alınıb. Qalanlarının artıq payı çox azdır. 7 və 5%. İndi buna görə şirkətin gəlirini hesablayaq. Gəliri də qısa olaraq price ilə hesablayacaq. Yəni qiymətlə. Yenə bir pie chart yaradaq.
Böyle istəyirsən. Purchase date group. Purchase date group gəlir legenda. Value hissəsinə gəlir price. Price'i götürüb gətiririk value hissəsinə və sum of price. Suala baxaq görək. Şirkətin ümumi gəlirini göstərin. Deməli, ikincini qurdu artıq. Deməli, eyni gün alınan biletlər say olaraq 44%-ni təşkil etsə də, ümumi qiymətin 58%-ni təşkil edir. Yəni, eyni gün alınan biletlərin gəlirliliyi daha çoxdur. Belə deyək. Bir gün əvvəl alınan biletlər ümumi sayın 43%-ni təşkil edir. Amma gəlirin cəmi 32%-ni təşkil edir. Bilet sayından daha azdır proporsiyada. Digərləri ümumiyyətlə, yəni çox az olduğuna görə onlara elə də baxmırıq. 8%. Yəni əsas burada qeyri-adi trend budur, yəni. Bu ikisidir. Eyni gün alınan biletlər daha gəlirlidir. Bunları yuxarı qaldıraq. Deməli, gələk üçüncü suala. Biletlərin ortalama olaraq səyahətdən neçə gün öncə alındığını əks etdirən vizualı qurun. Bu da adi bir paylanmadır. Bu olacaq x-aksisdə. Bu vizualı seçəcəyik. Cluster column-sa. Transaction ID isə y-aksisdə olacaq. Say kimi. Biz burada paylanmanı görəcəyik. Məsəl üçün, eyni gün alınan bilet. 0 yəni eyni gün. Bir gün əvvəl alınan biletlərin sayı. Sonra başlayır 2, 3, 4, 5 və belə artmağa doğru gedir. Bu distribution, yəni paylanmadır və paylanma da görürük ki, eyni gün və bir gün əvvəl alınan biletlər say olaraq böyük əksəriyyətini təşkil edir biletlərin. Əslində, normalda statistikada paylanma təxminən bu formada olur. Elə gəlir, yəni formada. Bell shape deyirlər ona, amma burada indi biraz vəziyyət fərqlidir. Birinci sual bundan ibarətdir. Keçək indi ikinci suala. Səyahətlərin müddətinə görə qruplaşdır. Şirkətin ən az və ən çox gəlir əldə etdiyi qrupları göstərən qrafiki qurun. Ümumi gəliri göstərən vizualı qurun. Bonus kartlara görə trendlərdəki dəyişikliyi göstərin. Yəni, bunun üçün təzədən qayıdaq query-yə. Railway CSV. Bu datanı yenidən yükləyək. Adını yenidən dəyişək. Deməli, səyahətlərin müddətinə görə qruplaşdır. Hər bir səyahət neçə saat, neçə dəqiqə təşkil edibsə, ona görə qruplaşdırırıq. Birinci gəlin elə səyahətlər neçə dəqiqə çəkib onu tapaq.
və sonra qruplaşdıraq. Baxırıq burada deməli departure time var, arrival time var, bir də actual arrival time var. Actual arrival time konkret olaraq qatarın çatma vaxtı, arrival time isə onun nəzərdə tutulduğu vaxtdır. Burada qruplaşdırma yaradarkən actual arrival time-la və ya arrival time-la departure time-ı çıxacağıq. Və bizə səyahətin neçə dəqiqə çəkdiyini göstərəcək. Bunun üçün gəlin add column-a keçək və custom column. Deməli, actual arrival time-la çıxırıq departure time. Yəni, hər bir səyahət neçə dəqiqə çəkdiyini göstərir bu. OK bura. Burada transforma gələk, bunu çevirək tam ədədə. Yanlış getdi bir dəqiqə. Bunu duration-dan çeviririk. Orada səhv etdim. Deməli, total minutes. Burada baxaq, nullar var, mənfilər var və sonra müsbətlər də var. Nullar nəyi bildirir? Gəlin ona baxaq ilk öncə. Seçək nulu. Baxaq görək burada nə səhv gedib. Actual arrival time-a əsasən yaratdıq biz bu deməli sütunu. Burada nullar var. Görürük ki, bunlar hamısı cancel olunub. Yəni gediş ləğv olunub. Nəzərdə tutulan vaxt budur, amma çatdığı vaxtı yoxdur, qeyd olunmayıb. Və bunlar hamısı təxirə salınıb. Ümumiyyətlə ləğv olunub həmin reyslər. Buna görə bizə null verir. Mənfilər nəyi bildirir? Gəlin indi ona baxaq. Seçək buradan bir neçəsini. OK bura. Deməli, departure time 23:30, 23:45, arrival time nəzərdə tutulan, bir də çatdığı vaxt. Görürük ki, bu axşam çıxıb 12-yə qalmış və sabahsı gün çatıb. Biz bundan bunu çıxdıq da ona görə bizə mənfi verir. Əslində ortada bir gün keçib, digər günə keçib. Yəni belə deyək, 24 saat, onun 60 dəqiqə, 1440 dəqiqə ortada belə deyək itib. Ona görə bizə belə bir nəticə verir. Bu növbəti gün olduğuna görə, bu indi kiçikdir. 00:50 23:30-dan daha kiçik olduğuna görə bizə mənfi verir. Amma əslində bir gün keçdiyi burada nəzərə alınmayıb. Ona görə nə edirik? Birinci filtrdən çıxaraq burada. Sırf mənfilər üçün, yəni
Növbəti günə keçənlər üçün bir dənə əlavə sütun yaradaq. Add column-a gələk. Custom column-u seçək. Bu sütunun üstünə gələk. 1440. Yəni bir gündə olan dəqiqələrin sayı. Burada mənfilər üçün bunu belə qeyd etdim. Yəni sırf mənfilər üçün, növbəti gün olanlar üçün. Sütun adını şərti olaraq belə qeyd etdim. OK vurduq. Belə bir şey alındı. İndi şərt verə bilərik ki, deməli, əgər actual arrival time əlavə bir şərt verək. Burada əgər mənfidirsə, biz bunu əsas götürək. Əgər yox, burada müsbətdirsə, elə özü qalsın. Əlavə bir sütun yaradırıq. Əgər sıfırdan kiçik olsa, yəni mənfi olsa, bu o deməkdir ki, növbəti günə keçib artıq. Yəni üstünə 1440 dəqiqə gəlməliyik. O da olacaq bizim bu biri sütunumuz. Əgər sıfırdan kiçikdirsə, burada then select column yuxarı gətirək. Deməli, minutes journey lasts for negative, yəni mənfilər üçün. Bunu seçək əsas. Deməli, əgər bu böyükdürsə sıfırdan, burada yenə column seçək. Özü qalsın. Elə özü qalacaq. Yəni. Çünki bu sütun birinci yaratdığımız sütun. Müsbət olanlar üçün doğrudur, mənfi olanlar üçün yanlışdır. Mənfi olanlar üçün bu olmalıdır. Actual duration. Baxırıq burada bəzi deməli errorlar var. Burada yazılıb ki, null value'ları çevirmək olmur. Bunu görək necə edək. Nullar yəqin ki, burada düşür. Burada null olanlar bizə error kimi düşür. Görür error kimi düşür. Filtri silək. Orada error olanlar o deməkdir ki, yəni səyahət ləğv olunur. Replace errors sıfırla əvəzləyək. Sıfırlar odur ki, səyahət ləğv olunur. Yəni. İndi baxdıq, hər şey doğrudur. Sıfırlar ləğv olunmuşlardır. Minimum 15, maksimum 288 dəqiqə çəkən deməli reyslər var. Bu ikisini indi silək, bizə lazım deyil. Remove columns. Deməli, actual duration.
Bizə bu lazımdır indi əsas. Səyahət müddətinə görə qruplaşdır. Səyahətlərin müddətini tapdıq, indi qruplaşdırmaq qalıb. Bunu qruplaşdırmaq üçün conditional colon çəkək. Əgər sıfıra bərabərdirsə, bu olacaq ləğv olunmuş, yəni cancelled. Deməli, 1 saatdan azdırsa, bu olacaq short, qısa səyahətlər. 120 dəqiqədirsə, 120-dən azdırsa, 60-120 arasıdırsa, olsun orta, yəni mid. 120-dən çoxdursa, bu olacaq 120-dən çoxdursa olacaq long, yəni uzun səyahətlər. Duration group. Heç bir error yoxdur. Deməli, bunu qruplaşdırdıq. Şirkətin ən az və ən çox gəlir əldə etdiyi qrupları göstərən qrafiki qurun. Ümumi gəliri göstərən vizualı qurun. Kompensasiyanı hesablamaqla birlikdə. Burada bu sualda biz kompensasiyanı da hesablayacağıq. Gəlin onu da göstərək. Deməli, burada refund request var. Bəzi deməli reyslər ləğv olunub və ya gecikibsə, onun üçün geri ödəniş tələb edir müştəri və biz bunu da hesablayırıq. Bunun üçün nə edək? Əlavə bir yenə kolon qıraq. Conditional column. Əgər refund request yes-dirsə, yəni bizim buradan gəlirimiz yoxdur. Olacaq 0. Əgər refund request ya equal no yazaq, ya da ki doesn't equal yes, bu olacaq artıq price'ın özünü gətirəcək bura. Bizim elə gəlirimiz qiymətin özüdür. Qazandığımız gəlir. Bu da olsun deməli actual price. Ya gəliri qoya bilərsiniz, ya necəsə. İstədiyiniz adı qoya bilərsiniz. Sıfırdan başlayır 267-yə qədər. Actual price, yəni bizim gəlir sütunumuz, əsl gəlir, yəni kompensasiya nəzərə alınmaqla olan sütunumuz budur. İndi qayıdırıq suala yenə. Şirkətin ən az və ən çox gəlir əldə etdiyi qrupları göstərən qrafiki qurun. Bunu birinci yükləyirik BI-ya. Sual 2-ni açaq. Deməli, qruplaşdırmanı birinci şeylə göstərək. Duration group.
Burada görək bizdən nə istəyirdi. Ən az və ən çox gəlir əldə etdiyi qrupları göstərən qrafik şəklində qurun. Bunu göstərək. Məsəl üçün burada actual price var idi. Burada görürük actual price. Yadımızdan bir şey çıxıb burada. Transform dataya qaydaq. Orada bizə sum vermədi. Çünki sual 2. Bu query ilə işləyirik. Deməli, bunun data tipini dəyişək. Edək whole number. Tam ədəd. İndi yenidən yükləyək. Baxaq indi bəli, indi artıq sum average kimi seçimlər açılır. Bunu çevirək. Buna da çevirmək olar, buna da çevirmək olar. Ən çox gəlir əldə edilən qrup orta müddətli qrupdur. Ən az gəlir əldə edilən qrup təbii ki, cancel, yəni ləğv olunan və ya onları da nəzərə almasaq olacaq qısa məsafəli, qısa müddətli reyslərdir. Sonrakına baxaq. Ümumi gəliri göstərən vizualı qurun. Kompensasiya hesablamaqla birlikdə. Ümumi gəliri göstərən vizualı qurmaq üçün yenə kart yaradırıq. Power BI kart. Və actual price-ı vururuq. 703 min təxminən. Bu olsun. Total price. Təxminən 703 min. Bonus kartlara görə trendlərdəki dəyişikliyi göstərin. Bonus kartlar deməli harda idi? Gələk baxaq, rail kartda deyəsən. Bir baxaq burada. Rail kartı olmalıdır deməli. Adult, disabled, non-senior. Non odur ki, yəni heç bir kartı yoxdur. Digərləri adult, disabled, senior hərəsi bir kateqoriyaya aiddir. Bunlara görə trendlərdəki dəyişikliyi göstərək. Deməli, rail karda vuraq. Adult, disabled, non-senior. Belə bir filtr tətbiq edirik qıraqdan. Keçirik indi üçüncü suala. Deməli, transform data ilə gələk yenə. Present source, railway. OK.
Üçüncü sualda görək bizdən nələr istəyir. Tarix üzrə trendi qurun. Ən çox bilet satışı və məbləğinin olduğu vaxtı göstərin. Bonus kart növləri üzrə ayrı-ayrı vizuallarda orta gəliri göstərin. Ödəniş növü və bilet sinifinə görə bilet sayını göstərin. Deməli, birinci tarix üzrə trend quracaq. Ən çox bilet satışı və məbləğinin olduğu vaxtını deməli göstərəcəyik. Bunu birbaşa yükləyək. Power Query-də burada elə bir işimiz yoxdur. Sual 3 olan query-ni açaq. Bilet satışı trendini göstərək birinci. Bunu çevirək buna. Y-axis-ə gətirək transaction ID və bunu sayıla gətirəcək. Secondary Y-axis. Burada görürsünüz ki, 2 dənədir. Burada gətirək price-ı, sum of price. 2023-24. Şimdi burada iyerarxiyada günü çıxaq, quarter-ı çıxaq, il və ay qalsın. At the lowest level of data. Bunu seçək, buna vuraq və belə bir nəticə gəlir. Lowest level of data o deməkdir ki, burada biz il və ayı seçmişik və bu aya qədər düşmüş olur. Trendləri aya qədər göstərmiş olur. Buna vursaq, bu bizə illəri göstərir. Amma iyerarxiyada buna vursaq, bir aşağı iyerarxiya, belə deyək, ildən aya düşmüş olur. Burada göstərilir, açıq mavi rəng, deməli, bilet sayını göstərir. Tünd göy rəng, deməli, sum of price, yəni ümumi məbləği göstərir bizə. Sum of price-ın deməli, şkalası burada göstərilib sağ tərəfdə. Bilet sayının şkalası bu biri tərəfdə. Ondan sonraki sual nədir? Bonus kart tarix üzrə trendi qurduq. Ən çox bilet satışı və məbləğinin olduğu vaxtı göstərdik. Bonus kart növləri üzrə ayrı-ayrı vizuallarda orta gəliri hesablayın. Bunu biraz aşağı çəkək. Bonus kart növləri üzrə orta gəliri hesablayacaq. Ayrı-ayrı vizuallarda. Bonus kart növləri 4 dənə idi. Bunun üçün Power BI kartı yaradacağıq. Biraz böyük oldu. Burada gəlir deyəndə price nəzərdə tutulur. Ümumi. Burada filtr verəcəyik. Rail kartı gətiririk bura. Filter on this visual. Buradan seçək adult-ı. Buradan sum of price yox, average price seçək. Orta gəlir deyir bizə. 17,81. Yəni, hər bir adult kart sahibi bizə 17,81 qədər belə deyək, qiymətdə xeyir verib. Gəlir qazandırıb.
Bunun adını dəyişək. Adult average price. İkincini yaradaq. Yenə Power BI kart. Price'ı gətirək bura. Sum of yox, average. Bura rail kartı gətiririk. Filter on this visual'ın altından. Bu dəfə seçək disabled. Adını dəyişək. Disabled average price. Yenə o birisi üçün yaradaq deməli. Price'ı gətirək. Average price. Rail kartı gətirək. Bu dəfə senior vuraq. Senior average price 10,58 edir. Gətiririk yenə price'ı. Average. Rail kartı gətirək bura. Bu dəfə none. Adını dəyişək deməli. Without card average price. Yəni bu o deməkdir ki, heç bir karta sahib deyillər. Heç bir öncəliyə sahib deyillər. Endirimlər tətbiq olunmur. Heç kimin burada kartı yoxdur. Onların da deməli without kart yazdıq. None da yaza bilərdik. Problem deyil. Bunların hər birindən deməli orta olaraq şirkətin qazancı 27,43 dollar, avro, fund. Onu tam olaraq indi göstərilməyib. Yəni bu qədər olub. Heç bir karta sahib olmayanlardan gələn gəlir, orta gəlir daha çoxdur. Seniordan gələn gəlir daha azdır. Adult və disabled bir-birinə yaxın rəqəmlərdir. 17 təxminən. Filtr hissəni bağlayaq indi. Buranı biraz kiçildək. Görək indi bizdən başqa nə suallar istənir. Bonus kart növləri üçün ayrı-ayrı vizuallarda orta gəliri göstərdik. Bunu qurduq. Ödəniş növü və bilet sinifinə görə bilet sayını göstərir. Bunu biraz kiçildək. Ödəniş növü və bilet sinifinə görə bilet sayını göstərin. Ödəniş növü burada payment metoddur. Bilet sinifi ticket class. Tutalım, yaradaq bunu. Payment method olsun ticket class. Bir də olsun sayılar transaction ID. Belə də yaratmaq olar. Kredit kartla deməli bilet alanların paylanması var. 17.291 standart alır. First class alanlar 1845. Contactless
1036 nəfər bileti alıb deməli first class-dan 9798 nəfər standart bilet alıb. 177 nəfər debit kartla alanlardan first class alan var. 1506-sı isə alıb standart. Bunu bir vizualda da göstərmək olar əslində. Bunu da belə edirik. Bunların adını dəyişmək başlıq. Bunlar rəngləri dəyişmək buradan olur. Ötən videoda göstərmişdim onu təxminən. Buradan olur. Sonra generaldan title. Payment method and ticket class. Vurduq belə. Rəngini dəyişə bilərik. Göy rəng edə bilərik. Gətirə bilərik ortaya. Yəni belə. Bu da üçüncü sualın cavabı. İmtahan bitəndən sonra bunları 1, 2, 3 səhifədə bitirib, save edib, flash karta atacaq. Onun haqqında məlumatlar veriləcək sizə imtahandan əvvəl.